Salam əziz abituriyentlər, bugünkü mövzumuz Dövlət İmtahan Mərkəzinin 2025-ci il tarix test toplusunda yer alan Dünya dövlətləri 2-ci Dünya müharibəsindən sonraki dövrdə mövzusudur. Gəlin başlayaq. Birinci suala baxırıq, 1949-da baş verməyib. NATO 49-da atdıq. Almaniyanın parçalanması, ADR, AFR-in yaranması 49-dur. GİŞ-in yaranması 49-dur. Hindistan Respublika olması 50-dir. Çin Xalq Respublikası isə 1949-dur. 1962-ci ilə aiddir Karib böhranının baş verməsi. Paris Xartiyası 90-dır. Əlcəzairdə Fransa əleyhinə üsyan 59. ABŞ-ın Yaponiya ilə 2-ci Dünya müharibəsinin nəticələrinə dair sülh müqaviləsi imzalanması 40-cı illər idi və 51-ci ildə də müqavilə bağlayıblar. Bangladeş dövləti də 71-dədir. İngilis hökuməti Avropa Birliyi ilə ayrıldı, yəni AİB-dən. Brexit planı 2020-ci ildə C variantı düzdür. Avropa İqtisadi Birliyi, kapitalist və sosialist ölkələr arasında iqtisadi münasibətləri tənzimləyən iqtisadi birlikdir. Elə burada deməli, iqtisadi birlik olmaq məsələsi düzdür, amma sosialist ölkəsi yoxdur. Ona görə atıram. ABŞ, İngilis, Fransız, AFR, İtaliya, Yaponiya, Kanadanın daxil olduğu iqtisadi birlik deyil. Avropanın kapitalist dövlətlərin iqtisadi əməkdaşlığı və sülhü möhkəmləndirmək üçün yaratdığı birlik düzdür. Qarşılıqlı iqtisadi yardım şurası isə sosialist blok ölkələrinin iqtisadi birliyidir. Yəni A variantı. Marshall planına əsasən ABŞ-dan maliyyə yardımı almış ölkə Qərbi Avropa ölkələri idi. SSR Avropa ölkəsi deyil, atıram. Çexoslovakiyada SSR-nin müstəmləkəsi altındaydı. Yugoslaviya deməli, Yugoslaviyanın özü deməli, onun tərkibi altındaydı. Amma daha doğrusu SSR-ni qəbul eləmir, yəni sosializmi. Amma yenə də o sayılmır. Deyəndə atırıq. Burada biz Qərbi Avropa ölkələri və Türkiyəni seçməliyik. Türkiyə və Yunanistan seçməliyik. Cavab B olur. Türkiyə və Yunanistan sözünü sırf Truman doktrinasında işlədirik. Amma ümumiləşdirsək, Türkiyəyə yardım göstərilmişdi Truman və Marshall planlarında. 2-ci Dünya müharibəsindən sonra ABŞ-ın işğal rejiminin mövcud olduğu dövlət. Deməli, Yaponiya A variantı. 8-ə baxırıq. Deməli, Karib böhranı zamanı qarşıdurmanın iştirakçısı idi kim? Kubada raketlər yerləşdirən ABŞ-dan SSR Y variantı. 1987-də ABŞ-la SSR arasında imzalanmış sazişə görə deməli, burada yaxın orta mənzilli raketlər ləğv olunmalı idi. Ona görə burada biz götürürük 9-da A variantını. 90-cı ilin sonunda SSR-nin varlığına 91-in sonunda son qoyulub, son tutaşma hadisəsi baş vermişdi. Yox, ADR ilə AFR birləşdirilmişdir. Bu Helmut Kohl'un dövründə C-düzdür. ATƏM-in yaranması 75-də, Fələstin Muxtariyyətində Vaşinqton sazişi 93-də. 90-cı ildə SSR-nin varlığına son qoyulub 91, NATO yaranıb 49-da. Paris zirvə görüşündə yeni Avropa Xartiyasının bağlanması, bu 1990-cı ildə idi, C variantı düzdür. Əfqanistana müdaxilə 79, Kəşmir uğrunda Hindistan-Pakistan müharibəsinin başlaması 48-də. 20-ci əsrin 80-ci illərində Falkland böhranı baş verib 82-də. 20-ci əsrin 80-ci illərinə aiddir. Əlcəzair istiqlaliyyət 62-də verildi. Truman doktrinası 47-də. Böyük Britaniya Avropa İqtisadi Birliyinə 73-də daxil oldu. AFR-də Alman mövcudiyəsinin baş verməsi. Deməli, bu Adenauerin dövrüdür. SSR-də yenidən qurma siyasəti amma 85-də Qorbacovun dövründədir. 20-ci əsrin 80-ci illərində ABŞ-da iqtisadi böhrandan çıxartmaq üçün irəli sürülən siyasət adlanır Reaganomika. C variantı düzdür. ABŞ tarixində John Kennedy-nin irəli sürdüyü proqram adlanır Yeni Hüdudlar C variantı. 1983-də Türkiyədə parlament seçkilərində qalib gəlmişdi və iqtisadi yönümlü xarici siyasət yeritmişdi. İqtisadi möcüzələrin atasıdır Turgut Özal. 20-ci əsrin 80-ci illərdə Türkiyədə parlament seçkilərində qalib gəlib, dövlətin iqtisadiyyata müdaxiləsini azaldaraq azad bazar iqtisadiyyatını təmin etmişdi. 80-ci illərdə isə yenə Turgut Özalı götürməliyik. Fransa 1958-ci ildə nə oldu? 5-ci Respublika yaradıldı düz indiyənə qədər. SSR-nin 90-cı il tarixinə aid yenidən qurma 85, repressiya qurbanlarına bəraət 50-ci illər. Baltikanın ölkələrin ittifaqdan çıxması bu düzgündür 90-cı ildir. Baltikan ölkələr, yəni Estoniya, Litva, Latviya, Brejnevin rəhbərliyə gəlməsi daha öncə dövlət çevrilişinə cəhd 91-də idi. ABŞ prezidenti Nixonun vaxtından əvvəl istefa verməsinin səbəbi Watergate böhranı. Watergate məsələsi nəticəsində Nixon vaxtından əvvəl istefa verdi. Truman doktrinasının elan edilməsinə məqsəd Avropa ölkələrinə, Yunanistan və Türkiyəyə Sovet təsirini aradan qaldırmaq və onlara yardım göstərmək.
Truman doktrinasının məzmunu ABŞ-ın Yunanıstan və Türkiyəyə hərbi yardım göstərməsi. Burada da A variantıdır. Almaniya 1871 və 1990 Almaniya birləşmiş vahid olmağı G variantı. 1871-1949-cu ildə nə olmuşdu bəs? Deməli, 1871-ci ildə Almaniyada vahid imperiya yaradılmışdı. Deməli, sənaye məhsulunun istehsalına görə dünyada ikinci yerə çıxması, bu yanlışdır. Burada konstitusiyanın qəbul edilməsi olmalıdır. Aferlə Aderdə də olub, 1871 Almaniya imperiyasında da. 1947 ərazisində İngilis ağalığına son qoyulan Asiya dövləti. Deməli, burada da olsun düzgün cavab Hindistan, yəni C variantı. 1950-ci ildə Respublika idi Hindistan, 4. Türkiyə Respublikasının 20-ci əsrin 20-60-cı illərinə aid oxşarlıq konstitusiyanın qəbul edilməyi A variantı. Türkiyə Respublikasının 60-80-ci illər hərbi çevrilişlərin baş verməsi 80-də də Kenan Evrenin başçılığı ilə idi. Leonid Brejnev və George Bush'un fəaliyyətlərinin ümumi cəhəti Əfqanistana hərbi müdaxilənin edilməsi 1979-cu ildə idi B variantı. 20-ci əsrin 30-cu illər İspaniya, 40-cı illər Çin tarixinə aiddir. Vətəndaş müharibəsi 45-49 Çində idi, 36-39 İspaniyada idi. C variantı düzgündür. 20-ci əsrin 40-cı illəri Yaponiya, 50-ci illər Çin tarixinə aid ümumi cəhət. Deməli, SSR ilə müqavilə imzalayıb Çin 50-ci illərdə. Deməli, Yaponiyada 2-ci Dünya müharibəsi zamanı SSR ilə müqavilə bağlamışdı. SSR çünki avqustda buna hücum edir. Fransa tarixində 46-58-ci illərdə yeni respublikanın yaranması. Baxırıq, deməli, burjua demokratik inqilablar. Burada elə yeni respublika yazması da yeni konstitusiya düzdür. 2-ci Dünya müharibəsindən sonra Fransa və İngiltərə tarixindən ümumi cəhət. Deməli, ərazilər genişləndirilmir, əksinə müstəmləkələrə müstəqillik verir, yəni daha doğrusu əraziləri azalır deyə bilərik. Hindistanda Nehru xəttinin prinsiplərində hərbi bloklara qoşulmamaq, sülh və təhlükəsizliyi təmin etmək, milli birlik və iqtisadiyyatın planlı inkişafı. 20-ci əsrin 70-ci illərin əvvəllərində Hindistanın Şərqi Pakistanın müdaxiləsi nəticəsində 1971-də Bangladeş yarandı. Marshall planı üzrə maliyyə yardımı almış dövlət. Marshall planı ilə maliyyə yardımı almış dövlət Avropa ölkələridir. Yəni AFR, Almaniya Federativ Respublikası. Burada da deməli yenə Avropa ölkələrindən birini seçməliyik ya da Yunanistandan, Türkiyədən birini seçməliyik. Ona görə D variantıdır. Uyğunluq gözlənilib Atlantika xartiyasını imzalamışdı İngiltərə ilə ABŞ. SSR ilə Yaponiya arasında yox, SSR ilə ABŞ arasında Karib böhranı idi. İngiltərə ilə Argentin arasında Falkland böhranı idi. Türkiyə ilə Yunanistan arasında da Kipr böhranı idi. 1974-də cavab olur 1 ilə 4. Yaponiya 1947 konstitusiyasına görə imperatorun səlahiyyətlərinə qoyulmuş məhdudiyyətlər ləğv olunmur. Əksinə imperatorun hüquqları azalır. Hakimiyyət bölgüsü ləğv edildi. Xeyr, ləğv olunmur. Deməli, qadınlara seçki hüququnun verilməsi. Burada elə düzgün cavab D variantıdır. Verilənlərin hər ikisinə aid olduğu Willy Brandt hökuməti, bu Almaniyaya aiddir. Dövründə Şərqi Avropa müharibədən sonraki sərhədləri tanındı. Aderlə dövlətlər arası münasibətlər yarandı. Söhbət gedir AFR-dən. 20-ci əsrin 60-cı illərində Əlcəzairə müstəqillik verirdi Fransa. 20-ci əsrin 60-cı illərində Qərbi Afrika və Ekvador ölkələrinə müstəqillik verirdi Fransa. Xruşov SSR rəhbərliyi dövrünə aiddir. Yəni 50-ci illər SSR dağılmağa başlanır, əksinə yumşalır. Kolxozçulara da pasport verilir. 59-da. 19-cu əsrin 20-ci illərində Azərbaycanda, 20-ci əsrin 40-cı illərində Hindistan tarixində baş vermiş proseslərin oxşarlığı, yəni 1940-cı illərdə. Deyir ki, milli azadlıq mübarizəsinin qalib gəlməsi, deməli, bu yanlışdır, qalib gəlmirik. Siyasi istiqlaliyyət qorunub saxlanmamışdır. Əksinə Türkmənistan müqaviləsində Rusiyanın tərkibinə düşmüşük. Ölkənin müstəmləkəyə çevrilməsi, Hindistanda müstəmləkədən azad olur deyə atıram. Ölkənin rəsmən iki hissəyə parçalanması, Azərbaycan Şimali Cənubi Azərbaycan parçalanır Türkmənistan müqaviləsi ilə. Deməli, Hindistan və Pakistan dövlətlərinə parçalanır. İngiltərə müstəmləkəsinə çevrilmirik. 1974-də Yunanistanın NOC ilə Kipri ilhaq edə bilməməsinin səbəbi Türkiyənin kəskin müqaviməti və adaya qoşun çıxartması. Hətta Avropa ölkələri və ABŞ onun təcavüzkar kimi tanıyır. 1947-də BMT Təhlükəsizlik Şurası Fələstin haqqında qəbul etdiyi qərarın mahiyyəti, deməli, Fələstin ərazisində, daha doğrusu 2 dənə dövlət yaranmalı idi, İsrail və Fələstin dövləti. Deməli, onda biz burada götürürük düzgün cavab olaraq Fələstin ərazisində ərəb və yəhudi dövlətlərinin yaradılmasını.
və gücsüz statusunun müəyyən olması. 20-ci əsrin 50-ci illərdə Böyük Britaniyanın iqtisadi inkişafının sürətinin aşağı düşməsinin səbəbi müstəmləkələrini itirirdi, bilirik ki. Ona görə yeni götürək Churchillin dövrünə aiddir. 51-55. 1974-də Türkiyənin Kiprə qoşun çıxarmasının səbəbi Yunanistan Kipri özünə birləşdirmək cəhdi, yəni Enozis. Soyuq müharibəyə son qoyuldu SSR-nin dağılması ilə sosializm birliyin dağılmasıdır. A variantı. Karib-Kuba böhranı baş vermişdi. Deməli 1962-ci ildə 2-ci dünyadan sonra, yəni 1-ci dünya müharibəsi ola bilməz, 80-ci illər ola bilməz, soyuq müharibə dövrü düzdür, soyuq müharibə 46-91-dir. Dedik ki, bu da 1962-ci ildir. 20-ci əsr 70-ci illərin ikinci yarısında beynəlxalq vəziyyəti gərginləşdirən səbəblərdən biri SSR-in Əfqanistana qoşun yeritməsi 79-da. Fransada 4-cü Respublika 1946-cı ildə yaradılmışdır. Türkiyə Respublikasının 20-ci əsrin 70-ci illər tarixinə aiddir. Qapalı iqtisadi siyasətdən imtina edilməsi bu 40-cı illərdə idi. Siyasi sabitliyin pozulması 70-ci illərdə idi. NATO hərbi blokuna qoşulması 50-ci illər, BMT-yə üzv olması 45-ci il, yeni konstitusiyanın qəbul edilməsi 61-ci il. 50-ci illər Türkiyə və Böyük Britaniya tarixinə aid ümumi cəhət nə idi? ATƏT-in Minsk qrupuna daxil olması. Həmin vaxt ATƏT-in Minsk qrupu yox idi. ATƏT ATƏT-ə çevrilməsi 94-dədir hələ. NATO-nun fəaliyyətində iştirak edirdimi? Bəli, edirdi. NATO fəaliyyətində İngiltərə 49-dan, Türkiyə isə 52-ci ildən fəaliyyət göstərmişdir. AFR-də Willy Brandt hökumətinin həyata keçdiyi şərq siyasəti nəticəsində ADR ilə AFR yaxınlaşdı. Deməli, AFR AİB-ə daxil oldu. AFR AİB-ə daxil olmuşdu. Yəni, burada yox, daha öncədən. Şərqi Avropanın 2-ci dünya müharibəsindən sonraki yeni sərhədləri tanındı. Burada olsun elə B variantı düzgündür. Şərqi Avropa ölkələrində diplomatik münasibətlərdən imtina olunmur. Əksi, Almaniya birləşdirilməsi 90-cı ildə, iqtisadiyyatda da Alman möcüzəsi məsələsi. Bu da, deməli, daha Adenauerin dövrüdür. AFR-də Willy Brandt şərq siyasəti nəticəsində Qərb Berlin statusu haqqında razılıq əldə edildi. A variantı düzdür burada da. 20-ci əsrin 40-cı illərində Kəşmirin sahibliyi uğrunda mübarizə aparan Hindistandan Pakistan 1-dən 5. Yaponiyada ABŞ-ın işğal rejiminə son qoyuldu. Müqavilə imzalanandan sonra 1951-ci ildə. Xruşovun SSR rəhbərliyi dövründə yumşalma dövrü idi. Totalitar rejim yumşaldılmışdı, yəni repressiyalar aradan qalxmışdı. 20-ci əsrin 90-cı illərin əvvəllərində soyuq müharibə başlamır, əksinə bitir. Dünya Sosializm Birliyi və SSR dağılır 1991-in dekabrında. 1974-də Kipr böhranı nəticəsində münaqişə edən dövlətlər Yunanistan və Türkiyə 1-dən 2. Türkiyə Respublikası və Almaniya Federativ Respublikasının 40-cı illərin ikinci yarısı, 50-ci illərin birinci yarısı tarixinə aid ümumi cəhət. Konstitusiyanın qəbul edilməsi Türkiyədə 20-ci illər və 60-cı illərdir. Torpaq islahatı haqqında qanun Türkiyədə 1945-ci ildədir, amma Almaniyada yox. ABŞ-dan deməli Marshall Planı üzrə maliyyə yardımının alınması 1948. Almaniya Federativ Respublikası 50-ci illər və Türkiyənin 80-ci illər tarixinə aid ümumi cəhət. İqtisadiyyatda xarici kapitalın daxil olması deyə bilərik. Çünki Turgut Özalın dövrü bilirik ki, güclü dövrü idi. Almaniyada da iqtisadi möcüzələr dövrüdür. Xruşovun SSR rəhbərliyi dövründə, bunun dövründə yaxşı əlamətləri götürməliyik. Berlin böhranı diplomatik yolla nizama salındı. Berlin böhranı 1961-ci ildə idi. Elə burada bunu götürə bilərik, Xruşovun dövründə idi. İngiltərədə 40-cı illərdə hakimiyyətə gəlmiş Labourist hökuməti daxili siyasətdə həyata keçdiyi tədbirləri, yəni Clement Attlee neyləmişdi daxili siyasətdə? Şotlandiya və Uelsin muxtariyyəti genişləndirildi. Burada xaricidir. İngiltərə Avropa İqtisadi Birliyinə daxil olmaq xaricidir. Banklar və bir sıra sənaye sahələri milliləşdirildi desəm Clement Attlee-dir, özəlləşdirildi desəm Churchill-lə Margaret Thatcher-dir. Hindistan və bəzi müstəmləkələrə istiqlaliyyət. Bunlar dedik ki, xarici siyasətdir. Bizə daxil lazımdır. OSR-də xarici siyasətdir. Deməli, verilənlərin hər ikisinin aid olduğu dövləti müəyyən edir. Çinin müsəlman ölkələri ilə əlaqələrində əsas qapı rolunu oynayır. Ordunun daxili siyasətə müdaxiləsi nəticəsində tez-tez hərbi rejimlər deməli yaradılmışdı. Burada aid olsun Pakistana. Stalinin SSR-də hakimiyyət dövrü, yəni Stalin hakimiyyət illəri 24-56-cı illərdir. Kolxozçulara pasport verməyə amma 59-dur. Totalitar idarə etmə sisteminin qurulması düzdür. Aşkarlıq siyasəti Qorbaçovdur. Hərbi kommunizmdən imtina edilməsi. Bu hərbi kommunizm siyasəti 1921-dədir. O da SSR-yə düşmür, Leninə düşür. SSR-nin ilk və sonuncu konstitusiyasının qəbul edilməsi 1924-dədir.
Amma sonuncu konstitusiya deyil. Bundan sonra hələ Stalin konstitusiyası da var 36-da. Ondan sonra 77-də də konstitusiya var. Almaniya 1919, Fransa 1958-də nələr olmuşdu, baxaq görək. Deməli, monarxiyanın devrilməsi. Almaniyada monarxiyanın devrilməsi 1919 yox, 1918-ci ilin noyabrındaydı. Yeni konstitusiyanın qəbul edilməsi. Almaniyada Weimar konstitusiyası qəbul olunmuşdu. ABŞ prezidenti Reagan və Böyük Britaniya baş naziri Thatcherin tədbirlərin ümumi cəhəti xüsusi sahibkarlığı dəstəkləməklə iqtisadi inkişaf etdirmə siyasətinin yürüdülməsi. Elə deməli cavab A variantıdır. Bunlar özəlləşdirmə prosesinə dəstək verirlər. Türkiyə və Çinin İkinci Dünya müharibəsindən sonraki tarix üçün oxşar cəhətdir. Marshall planına qoşulmaqları. Deməli, Marshall planı 1948-ci ildə idi, amma Çinə aid deyil. Bunu atıram. Torpaq islahatının keçirilməsi. Burada düzgün cavab D variantı olmalıdır. Çünki Çində, yəni Çexerin dövründə, Mao Tse-Tung dövründə də torpaq islahatı həyata keçirilmişdi. Böyük sıçrayış sırf Mao Tse-Tunga aid, yəni Çinə. Mədəni inqilab sırf Çinə aiddir. NATO-ya üzv olmaq məsələsi də, yəni buna aid deyil Çinə. 1936-39 İspaniya 45-49 vətəndaş müharibəsi məsələsi B variantı. Willy Brandt hökumətinin fəaliyyətinə aiddir. Deyib, Bonn şəhərini dövlətin paytaxtı elan olundu 49-da. Willy Brandt amma 60-cı illərdədir. SSR-nin gizli danışıqların aparılması. Burada B variantı düzdür. Marshall planı 48-dədir. Təzminat verilməsinin dayandırılması yox. İqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsinin dayandırılması da yoxdur belə bir şey. Willy Brandt hökumətinin fəaliyyətinə aiddir. Fransanın tarixi barışıq. Deməli, burada Y variantıdır. ADR ilə AFR arasında ilk dəfə münasibətlər yaranır. İkinci Dünya müharibəsinin qurtarması, dünya sosializminin yaranması, sosializm sisteminin yaranması və soyuq müharibənin başlaması desəydik düzgün olardı. Dünya sosializm birliyi dağılır 91-ci ildə. Bunu atıram ona görə. Yəni, sırf 1946-cı ilə daha yaxın olmalıdır. SSR dağılması da 91-də atıram. Soyuq müharibənin başlatması da 91-də. İlk ictimai sistem, yəni sosializmlə kapitalizmin qarşı-qarşıya qoyulması soyuq müharibənin başlaması deməkdir. Cənub-Şərqi Avropada Sovet modeli rejimindən imtina edilməsi. Bu da sonundadır 20-ci əsrin. Deməli, məntiqi ardıcılığı müəyyənləşdirək. Dünya sosializm sistemi yarandı. İctimai sistemi qarşı-qarşıya durdu və soyuq müharibə başlandı 1946 martın 5-də. İkinci Dünya müharibəsindən sonra dünyada yaranan yeni qütbləşmənin nəticələrinə aid deyil. İkinci Dünya müharibəsindən sonra NATO yaranır. Deməli, 1949-cu ildə bunu atırıq. Qütbləşmə deyir, nəticəsinə aid olmasını deyir. ATƏT-in Minsk qrupunun yaradılması. Burada hamısı İkinci Dünya müharibəsindən sonra olubdur. Bu da düzdür. İkinci Dünya müharibəsindən sonradır, amma çox sonradır. Yəni, soyuq müharibədən sonraki dövrdədir. Bizə soyuq müharibə dövrü lazımdır. NATO 49, Varşava 55, Koreya 50-53, Kari böhranda 62-ci ildə idi. 1982-də yerdiyi siyasət Falkland adalarında Argentinanın iddiasının hərbi yolla qarşısını alması Margaret Thatcher düzdür. İkinci Dünya müharibəsində Böyük Britaniyanın iqtisadi səviyyəsini çətinləşdirən səbəblərə aiddir. Labourist etli hökumətin özəlləşdirmə yox, milliləşdirmə keçilmişdi. Müstəmləkələrdən məhrum edilməsi. Müstəmləkədən bilirik ki, məhrum ediləndə artıq onun vəziyyət pisləşir. Çünki müstəmləkələrin sərvətini itirmiş olur. Bu da iqtisadiyyata mənfi təsir göstərir. Yeni hüdudlar adlanan islahat proqramını irəli sürüb. 20-ci əsrin 80-ci illərində Latın Amerikası böyük DNS siyasəti yeritmişdi. Ulduz müharibəsi də Reagan. Bunlar aiddir ABŞ-a. Yeni hüdudlar aiddir John Kennedy. Ulduz müharibəsi Reagan-a. ATƏT-in Minsk qrupu həmsədrlərindən biri kimi fəaliyyət göstərib ABŞ. Yeni xətt siyasətini davam etdirib, xarici siyasətdə atom diplomatiyası xəttini irəli sürüb Harry Truman. Böyük DNS siyasəti yeridirdi. Azgərli əhali üzərinə qoyulan vergi məsələsini vergilər azaldıldı. SSR-nin yaxın və orta mənzilli raketlərinin ləğvi haqqında müqavilə imzaladı. Bu Ronald Reagan'dır. C variantı 83-də. 43-cü il, 45-ci il, 49-cu illərdə nələr olmuşdu? 43-də Tehran konfransı, 45-də Potsdam konfransı, 49-da da NATO-nun yaranması. Soyuq müharibə dövrünə aid deyil, yəni 46-91, NATO 49, yaxın orta mənzilli raketlər 87, SSR-də yenidən qurma 85, ABŞ-ın Əfqanistana müdaxiləsi və Marshall planının qəbul edilməsi. Deməli, burada D-ni götürürük. Çünki ABŞ yox, SSR müdaxilə eləmişdi 79-da. Əgər SSR desəydi, bu aid olardı. Marshall planı 48-də də aiddir. Fransada 5-ci Respublika dövrünə aid Prezident Respublika İdarə Üsulunun yaradılması 1958. Yeni xətt siyasətdən fərqli olaraq reekonomika siyasəti üçün xarakterikdir. Misal üçün, burada iqtisadi sahədə dövlət hər şeyə nəzarət... Yəni, burada
Reaganın dövründə xüsusi sahibkarlığa önəm verilir, amma yeni xəttdə dövlət hər şeyə müdaxilə edir. Ona görə də biz burada götürəcəyimiz ən uyğun cavab bir də işsizliyə görə büdcədən ayrılan müavinətlər ləğv olunur. A variantı düzgündür 87-də ilə. Deməli. ABŞ-da Roosevelt Türkiyədə özalın iqtisadi siyasətinə aiddir. İqtisadi sahədə dövlətin tənzimedici rolunun artması bu yanlışdır. Özalın dövründə əslində iqtisadiyyatı daha da önəmləşdirir, özəlləşdirməni, işsizliyin aradan qaldırılması üçün tədbirlərin görülməsi budur. C. Dövlətin iqtisadiyyata müdaxiləsi niyə ola bilməz, azalmaz? Çünki Roosevelt artırır. Onun təklif etdiyi iqtisadi tədbirlər planı 1981-də konqresdə qəbul olunub. Büdcə xərcləri əsasən sosial xərclər və xüsusi sahibkarlara yardım məqsədi vergilər azaldıldı. Deməli, bu özəlləşdirmə keçirib. Özəl sektorda dövlətin nəzarəti zəiflədildi. Sənaye kapital qoyuşu artırıldı. Deyir, Franklin Rooseveltdən fərqləndirən cəhət Reaganı sosial proseslərin bütün sahələrin dövlətin tənzimedici rolunu artırmır. Əslində, Franklin Roosevelt artırmışdı. Bu azaldır. İşsizlik problemini həll etmək üçün səylər göstərir. Deməli, bu da Franklin Rooseveltdədir. İqtisadiyyat üzərində dövlət nəzarətini zəiflətmək bu elə fərqli cəhətdir. C variantını götürə bilərik 89-da. Çünki bu özəlləşdirmə siyasəti həyata keçirir. Ölkənin iqtisadi böhrandan çıxaran Roosevelt idi, yəni fərqli bir şey yoxdur. İqtisadi böhrandan çıxmaq üçün yeni proqram qəbul edir, ikisi də. O, prezident kimi ABŞ-ın hərbi mövqeyini gücləndirmək siyasəti yeridirdi. Həmçinin ABŞ-ın strateji silahlarını yeniləşdirmək və ulduzlar müharibəsi proqramını irəli sürdüyü söhbət Reagandan gedir. 81-88-ci illərdə onun SSR rəhbərliyi ilə silsilə görüşləri nəticəsində orta və yaxın mənzilli raketlərin ləğvi haqqında müqavilə qüvvəyə mindi. Mətndə bəhs olunan ABŞ prezidentini Harry Truman'dan fərqləndirir. Harry Truman bilir ki, Rooseveltin siyasətini davam etdirirdi. Amma bu fərqli siyasət yeridir. SSR ilə qarşıdurmanın yumuşatmaq sahəsində ciddi addımlar atdı. Elə A variantı düzdür, bundaydı. Dedik 81-87-də raketlər ləğv olunur. Bunun arasında görüş keçirilir. Xruşovla Brejnev neyləmişdi? Əfqanistana hərbi müdaxilənin edilməsi deməli. Kolxozların pasportlaşmasının həyata keçirilməsi bu Xruşova aiddir. SSR-in iqtisadi böhran dövrünə qədəm qoyması, Karib böhranının baş verməsi və 20-ci əsrin 60-cı illərində hakimiyyətdə olması. Bu 20-ci əsrin 60-cı illərində hakimiyyətdə olmaq kimə də aiddir? Karib böhranının baş verməsi sırf Xruşova aiddir. Deməli, bircə qalır burada. Əfqanistana hərbi müdaxilə 79 olduğuna görə Brejnevə aiddir. Bir də SSR-in iqtisadi böhran dövrünə qədəm qoymaqda buna aiddir. Cavab olur 91-də ilə B variantı. 92-yə baxırıq. Elirvin diaqramının əsasən uyğun bəndləri müəyyənləşdir. John Kennedy, Richard Nixon, Ronald Reagan. Hamısı ABŞ prezidentidir. ABŞ qoşunlarını Cənubi Vyetnamdan çıxartdı. Yəni Nixon dövründə Vyetnam müharibəsi bitir. Ona görə A-nı götürürəm. Lyndon Johnson'da başlayır, Nixon'da bitir. Latin Amerikası ölkələrinə qarşı böyük dəyənək siyasətinin yürüdülməsi. Deməli, sonra ölkə iqtisadiyyatını inkişaf etdirmək məqsədilə xüsusi proqramlar, danışıqlar yolu ilə bu xüsusi proqram hamısında var deyə bunu birbaşa götürək C variantını. Məsəl üçün John Kennedy'də yeni hüdudlardır. Nə bilim Ronald Reagan'da da deməli, özünün siyasəti var, ekonomika. Danışıqlar yolu ilə Karib böhranını həll etdi. Bu da John Kennedy'yə aiddir. İraqa qarşı deməli, İraqa qarşı hərbi əməliyyatlara başladı. Deməli, burada da götürürük. B-ni götürürük. Böyük dəyənək siyasəti də demişdik ki, böyük dəyənək bir Theodore Roosevelt'dədir, bir də Reagan onu davam elətdirmişdi. Burada bizə də İraqa qarşı hərbi əməliyyatlar elətdirən, bu da olsun heç-biri yeni götürüm, çünki o SSR eləmişdi. Cavab olur burada Y variantı. 93-ə baxırıq. Elirvin diaqramına əsasən uyğun bəndlər. Adnan Menderes, Turgut Özəl, Rəcəb Tayyip Ərdoğan. Ölkə iqtisadiyyatının inkişafına səbəb olan tədbirlərin həyata keçirilməsini deməli. Bu tədbirlərin hər üçü bilirik ki, Türkiyəyə aiddir. Adnan Menderes də, Turgut Özal da, Ərdoğan da. Deməli, Adnan Menderes Türkiyə NATO-ya üzv oldu 1952-ci ildə. Bunu götürdük. Daha sonra hərbi çevrilişlər hakimiyyətdən uzaqlaşdırıldı. Türkiyədə hərbi çevrilişlər dövrü 60 və 80-ci illərdə idi. Ona görə hərbi çevriliş məsələsi də bunun dövrünə düşür.
Daha sonra iqtisadiyyat falan bir də 80-ci illərdə, yəni 83-də hakimiyyətdə olan Turqut Özaldı yeni buna götürürəm. Daha sonra yeni hərbi texnologiyaların istehsalının inkişafa nail olundu və maşın istehsal elədi. Bunu da götürürəm Ərdoğana. Ölkə iqtisadiyyatının inkişafının səbəb olan tədbirlər də hamısına aiddir. Bizcə əslində ümumiyə baxsaq, A variantı bizdə buradadır. Eylirvin diaqraminasından uyğun bəndlər Böyük Britaniya, Fransa və AFR. Deməli, burada Böyük Britaniyaya aiddir. Falkland böhranı qələbə ilə baş çatdırıb 1982-də. Əlcəzairə müstəqillik vermişdi Fransa 1962-də. İşğal rejimi ləğv olunmuşdu. Yaponiyada, yəni 50-ci illərdə Yaponiyada Əlcəzairə qarşı, yerli əhaliyə qarşı soyqırımın törədilməsi, deməli, yerli əhaliyə qarşı soyqırımın törədilməsi, bu təbii ki də Fransadadır da, Əlcəzair məsələsi A-da buna götürürəm. A, ikincidə A ilə yeni olmaq elə birbaşa variantı çıxarır əslində. Sonra deyir 50-ci illərdə ərazisində işğal rejimi ləğv olunmuşdu AFR-in. Bunu da götürürəm. Bir də Yaponiyanın oxşardır. Əlcəzairdə müstəqillik verilməsini dedik. Qaldı bir dənə NATO üzv olması. Hamısı NATO üzv idi. 4-də də B-ni götürdüm. Cavab oldu D variantı. Xeyr, Pakistan, bir də Hindistan Respublikalarına aid ərazisində vətəndaş müharibəsinin baş verməsi. Deməli, dünyanın 4-cü böyük iqtisadiyyata malikdir. Kim? Çin. Necə yadımızda saxlayırıq? 40-cı illərdə vətəndaş müharibəsinin birinci deyək, 40-cı illərdə Çində vətəndaş müharibəsi baş vermişdi həm də Çexerdə, amma onda Çexer yox idi, sonradan olur. Normal Çin, bütöv Çində vətəndaş müharibəsi 45-49 idi. Biz burada A-nı götürə bilmirik, çünki Çexerdə yox, normal bütöv Çində idi. Bu vətəndaş müharibəsi bitəndən sonra Çin Xalq Respublikası yaranır, ona görə yanlışdır. Ümumiyyətlə, A variantı olanları çıxırıq, onda bu gedir. D gedir, D də gedir, Y də gedir, cavab çıxır C variantı. İndi yoxlayaq. 3-yə 4-də B. Bloklara qoşulmaq hərəkatının liderlərindən biri idi Hindistan. Deməli, 2-ci Dünya müharibəsindən sonra yaradılmışdı hər biri. B-ni də buna götürürük. 40-cı illərdə yaradılmışdılar. Dedik ki, anda heç birini götürmürük. Deməli, 2 qaldı. Pakistan Respublikası. Pakistan Respublikasına da götürək biz burada D variantını. Soyuq müharibə illərində ABŞ-la müttəfiq idi. Özü də NATO üzvü olmayan ABŞ müttəfiq idi. Xruşov, Brejnev, Mikhail Gorbaçov. Hər üçü də SSR-nin başçıları idi. İqtisadi sahədə islahatlar, həyata keçirməkləri bu aiddir hamısına. 4A. Deməli, 4A olan variant elə bizin Y variantıdır. Ona görə cavab çıxır əslində 96-da. Deməli, Nikita Xruşovun dövründə Qafqaz xalqlarının ləğv edilmiş muxtariyyətləri bərpa olunmuşdu, düzdür. Və Kubaya xarici hücumlardan qorumaq bəhanəsində nüvə raketləri yerləşdirilmişdi 1962-ci ildə, bu da düzdür. Daha sonra 2-yə də dedik, baxaq, SSR-də Helsinkidə ATƏM-in yekun sənədi 1975, həqiqətən də bunun dövrünə düşür dedik. 3-də də qaldı bizə deyilən B variantı, Sovet qoşunlarının Əfqanistanın çıxarılması 1989-cu ildə. Cavab oldu D variantı. Eylirvin diaqraminasiyasından uyğun bəndlər Nikita Xruşov, Brejnev və Mikhail Gorbaçov. Hər üçü də soyuq müharibə illərində deyir, SSR-i rəhbərlik eləmişdi, düzdür. Niyə? Çünki soyuq müharibə 46-91-dir və bunların hamısı 46-dan sonra hakimiyyətdə olmuşdu. Elə 4A olan varianta baxaq görək. Bir dənə cavab olur. D variantı. Yenə də yoxlayaq o birləri. Deməli, kolxozçular pasportlaşmasına başlandı 50-ci illərdə. Berlin böhranı diplomatik yolla həll olundu. Bu da Nikita Xruşov 62-ci ildə. Buna götürək C ilə Y-ni. C ilə Y düzdür. Sonra deyir ki, 2-yə B deyir, 3-ə D deyir. Sovet qoşunları Əfqanistandan yeridilmişdi 79-da bunun dövründə, tıxanmışdı Gorbaçovun dövründə. B-ni buna götürürük. Çernobılda qaza olmuşdu 86-cı ildə. Gorbaçovun da hakimiyyəti 85-91-də, ona görə buna düşür. ABŞ tarixi ilə bağlı deyil. Lentil haqqında qanun aiddir 41-də. Oster məsələsi.
Bu İngiltərəyə aiddir, böyük sıçrayış Çinə aiddir, Watergate isə ABŞ-a aiddir. Burada ABŞ-a aid olmayanı soruşduğuna görə, onda elə cavab birbaşa 2 ilə 3-dür də. Dedik ki, Çin ilə İngiltərəyə aiddir. Lentizamı ABŞ-a aiddir, Watergate də ABŞ-a aiddir Nixonun dövrünə. ABŞ-da reekonomika proqramının həyata keçirilməsi nəticəsi iqtisadi böhran dayandırıldı. İnflyasiya və işsizlik aşağı salındı. Cavab 99-da 1-dən 3. 1950-60-cı illərdə AFR iqtisadiyyatındakı yüksəlişi şərtləndirən amillər nələr idi? Ucuz isti qüvvəsindən istifadə və deməli Marshall planı 1948-ci ildədir. Amma yəni onun nəticələri 50-60-cı illərdə ola bilər də 2 ilə 3 düzgündür. Turgut Özal dövründə Türkiyədə həyata keçirilmiş iqtisadi tədbirlər, xarici ticarət sərbəstləşdirildi. Yaxşı şeylər seçirik bunun dövründə. Biri götürürəm. Torpaq sıraatı 45 dəqiqədə atıram. Xarici kapital təşviq olundu. Təbii ki də düzdür, yaxşıdır bu da. Milliləşdirmə pisdir, özəlləşdirmə olsa yaxşı idi. Dövlətin iqtisadiyyata müdaxiləsi azaldırsa, deməli özəlləşdirmədir. Cavab olur 1-3-5. Yaponiyanın 50-60-cı illərdə iqtisadiyyatın inkişafı üçün istifadə edilmiş əsas vəzifələri. Kənd təsərrüfatında kooperativlərin aparıcı yer tutması, sonra əsas sənaye sahələrinin hədəf seçilməsi, fabrik zavodların milliləşdirilməsi. Bu da səhvdir. Bu da səhvdir. Əsas sənaye sahələrinin hədəf seçilməsi düzdür. Hökumətin dəstəyi ilə ixracatın təşviq edilməsi də düzdür. 2 ilə 4. 49-da baş verir. 5-ci Respublika 58. Almanya ərazisində iki dövlətin yaranması. AFR, ADR düzdür. Çin Xalq Respublikası yaradıldı 49-da. Çin Respublikası da. Almaniyada faşist rejiminin süqut etməsi. Deməli, bu yanlışdır. Bu dövrdə deyil. Koreya ərazisində iki dövlətin yaradılması. Bu da deməli 49-da deyil, 48-dədir. 1948-də baş vermişdi. Koreya Respublikasının yaradılması. Elə incələn dedik ki, bunu götürürük. Və Marshall planının baş verməsidir. 1948-də AFR 49-dur, Fransada 4-cü Respublika 46-dır, Böyük Britaniyanın Hindistanın müstəqilliyi 47-dir. Reagan prezidentlik dövrü 80-ci illər iqtisadi sahədə dövlətin tənzim edici rolunu gücləndirdi. Dövlətin tənzim edici rolunu gücləndirmir. Əksinə bunu atırıq, fərqli cəhətdir bu. Özəl sektorda dövlət nəzarətinin zəiflədilməsi. Bu özəlləşdirmə siyasəti həyata keçdiyinə görə düzdür. Yaxın və orta mənzilli raketlər 87-dir, buna aiddir. Soyuq müharibə başlatması 91 buna aid deyil. Yoxsulluqla mübarizəni nəzərdə tutan böyük cəmiyyət proqramının irəli sürülməsi. Bu da Lyndon Johnsondadır, yanlışdır. Böyük Britaniya 2-ci Dünya müharibəsinin sonraki dövrü, yəni 46-dan sonra, 45-dən sonra. Atlantika Xartiyası 41-də atırım. Folklend böhranı 82-də düzdür. Osterdə milli deniz zəmində toqquşmaların baş verməsi. Bu da 60-cı illərdədir. Evian sazişi Fransaya aiddir. Xəritədə verilmiş dövlətlər üçün ümumi cəhətlər, yəni Hindistandan Pakistan, Azərbaycan Respublikasının strateji müttəfiqi olması. Pakistan Azərbaycanın strateji müttəfiqi olsa da Hindistan yox. Kəşmirə sahibli uğruna mübarizə aparırlar. Düzdür. Soyuq müharibə illərində NATO-ya daxil olmuşdular. Pakistan NATO-ya daxil olmayıb. İslam Respublikası elan olunması Hindistan İslam Respublikası sayılmır. 20-ci əsrin 40-cı illərində müstəqillik əldə ediblər. 47-də 2-5 düzdür. Verilənlər 2-ci Dünya müharibəsindən sonraki tarix üçün oxşar cəhətləri müəyyənləşdirək. İngiltərə ilə Fransanı deyir. Deməli, bura olur İngiltərə, burada olur Fransa. 2-ci Dünya müharibəsindən sonra, yəni 45-dən sonra Respublika elan edilməsi. Yəni 4-cü Respublika ola bilər, amma İngiltərədə yox idi Respublika. Bunu atırıq ümumiyyətlə. Müstəmləkənin azadlıq verilməsi 60-cı illərdə Fransada var, 40-cı illərdə, 50-ci illərdə də İngiltərədə. Konstitusiyanın qəbul edilməsi. Deməli, konstitusiyanın qəbul edilməsi Fransada var. Amma İngiltərədə yoxdur, üçü də atdı. Müəyyən müddət xarici siyasətdə ABŞ-a meyl eləyiblər, düzdür. Hətta ABŞ-dan borc almışlar. NATO fəaliyyətində də yaxından iştirak ediblər, düzdür. 2-4-5 düzgün cavabdır. Verilən dövlətlərin 2-ci Dünya müharibəsindən sonraki tarix üçün oxşar cəhət. Xəritədə göstərilən dövlətlər İngiltərə və Fransadır. Deyir, Ruandada soyqırım törədilməsində iştirak etmişdi. Ruandada soyqırım törədilməsində iştirak edən olub, deməli, Fransa. Ona görə biri Fransaya götürürük. Bizdə amma lazımdır oxşar cəhətləri. Ona görə biri atıq, daha doğrusu müstəmləkələrə azadlıq verib. Konstitusiyanın qəbul edilməsi. Fransada konstitusiya var idi, İngiltərədə yox idi. NATO-ya üzv olması buna da aiddir. Müəyyən müddət GİŞ-ə üzv olmayıblar. GİŞ sosializm ölkələrinin təşkilatı olduğuna görə. Bunlar Avropa İqtisadi Birliyinin üzvüdülər. Ona görə 109-da cavab oldu 2 ilə 4. 110-a baxırıq. ABŞ deyir ki, deməli 110-cu sualda ABŞ Vyetnam müharibəsində məğlub olub. 1 düzdür. SSR amma məğlub olmayıb deyə 3 səhvdir. Sonra deməli 4 medalyenləşmə islahatı Çinə aiddir. 5 düzdür. ABŞ-a aid olmadığına görə 2 səhvdir. Daha sonra Varşava müqaviləsi təşkilatının yaradılmasında iştirak etmişdi. Bu rusların da ona görə 4 iştirak edib.
Deməli, cavab olur 110-cu sualda 1, 4 və 5. Uyğunluğu müəyyən edin. Türkiyə, Pakistan və Hindistan hərbi çevrilişlərin baş verməsi Türkiyə 1-ə götürdük. Bangladeş dövləti deməli Bangladeş dövləti yaranıb harda? Pakistan ərazisində, Hindistanın müdaxiləsi nəticəsində Pakistan ərazisində yaranmışdı. Ona görə Pakistana uyğun götürə bilərik. Daha sonra bloklara qoşulmayanlar hərəkatın yaradılmasında iştirak etmişdi. Hindistan, Yugoslaviya, Misir bu dövlətlər. Cavab olur 1, 3 və 6. 112-yə baxırıq. İngilis, Fransız, ABŞ, Varşavanın yaradılmasında iştirak edib heç biri. 1-lə 3-ü atırıq. Atlantika xartiyasını imzalayıbdı ABŞ və İngiltərə 2-də götürürük. Daha sonra Ruanda soyqırımı törədilməsində iştirak edib Fransa. Cavab olur, deməli 112-ci sualda 2, 4 və 5. 113-ə baxırıq. Uyğunluğu müəyyənləşdirək. 2-ci Dünya müharibəsi başladı. Şərqi Avropa və Balkan ölkələri SSR-nin nüfuz dairəsinə düşdü. SSR-nin nüfuz dairəsində idilər bunlar. Ona görə biri götürürük, düzdür. Koreya müharibəsi başladı, dünya 2 bloka bölündü. Bu soyuq müharibə iləndir. Qarşılıqlı İqtisadi Yardım Şurasının yaradılması bütün sosialist ölkələr SSR-nin hərbi təsirinə düşdü. Bütün sosialistlər yox, bəziləri düşmüşdü. Məsələn, Yugoslaviya düşməmişdi. ABŞ-ın himayəsində Koreya Respublikası yaradıldı. Koreya yarımadasının şimalı ABŞ-ın nəzarətinə yox, cənubu ABŞ-ın nəzarətinə keçmişdi. SSR-də hakimiyyət dəyişikliyi baş verdi. Soyuq müharibədə buzların əriməsi dövrü başladı. 5 düzdür, cavab 1-5. 114-ə baxırıq. Sovet İttifaqı Əfqanistana qoşun yeritdi. ABŞ SSR-nin taxıl və texnologiya ixracına embargo qoydu. Bir düzdür. 1979-da Şərqi Avropada demokratikləşmə hərəkatı genişləndi. Çexoslovakiyada, Bolqarıstanda, Rumuniyada kommunist diktaturasına son qoyuldu. Düzdür. 1961-də Belqradda konfrans keçirildi. Berlin böhranı danışıqlar yolu ilə həll olundu. Bu qoşulmama hərəkatına aid idi, buna yox. Helsinkidə ATƏM-in yekun aktı 75-də imzalandı. Şərqi Almaniya rəhbərliyi Berlin divarının dağıdılmasına icazə verir. 89-da əlaqəsizdir. ABŞ-Vyetnam müharibəsinə hərbi müdaxilə etdi. Vyetnam ABŞ-ın dəstəklədiyi demokratik qüvvələr tərəfindən White-Halda birləşdirilir. ABŞ uduzu rəqsinə burada cavab 1-2-dir. 115. SSR süqut etdi. Yeni dünya nizamı anlayışı ortaya çıxdı. Bu düzdür. Biri götürürük. 11 sentyabr hadisəsi dövlətlər arası münasibətlərdə yeni hadisə. İlk dəfə yox daha doğrusu. Yəni burada terror daha da inkişaf etmiş olur burada. Terrora mübarizə inkişaf edir. Rusiya-Gürcüstan müharibəsi baş verdi. ABŞ qəbul elədi ki, dünyada tək hakim, tək güc bu deyil. Ərəb baharı baş verdi. Misirdə, Tunisdə, Liviyada demokratik quruluşlar bərqərar oldu. Deməli, bu yanlışdır. Yaxın Şərqdəki müharibə ocaqlarına qərb dövlətləri müdaxilə etdi. Yaxın Şərqdəki qarşıdurmalar başa çatmır. Uyğunluğu müəyyənləşdirək. Yaponiyada 1947 yeni konstitusiya, qanunverici icraedici hakimiyyət imperatoru verildi. İmperatorun səlahiyyətləri əksinə azaldılır. Koreya müharibəsi baş verdi. Yaponiya sənayesi inkişaf etdi. Niyə? Çünki ABŞ Koreya müharibəsi zamanı Yaponiyanın sənayesindən istifadə edirdi. 2 düzdür. Çin Şərqi Türkistanı işğal edir 49-da. Çində Uyğur türklərinə qarşı assimiliyasiya həyata keçirilir. Düzdür. Çində 4 modernləşmə həyata keçirildi. Xarici şirkətlər Çin iqtisadiyyatına kapital qoyuluşuna başladı. Bu da düzgündür. 4 modernləşmə Deng Xiaopingə aiddir. Çində Tiananmen hadisələri 89-da baş verir. Mədəni inqilab yatırılır 76-da. Bu bunun nəticəsi olmaz. Cavab olur 2, 3 və 4. Uyğunluğu müəyyənləşdirək. BMT Təhlükəsizlik Şurası Fələstin bölünməsi haqqında qətnamə qəbul etdi. 47-də qərb dövlətlərinin dəstəyi ilə İsrail dövləti yaradıldı. Bir düzdür. Deməli, Yahudi dövləti idi. 1967-də Ərəb-İsrail müharibəsi başladı. Dünyada ilk neft şoku isə 73-də idi. Bunda yox. İsrail-Fələstin arasında Vaşinqton sazişi 93-də idi. Fələstin Qüds şəhərinin İsrailin vahid bölünməsi paytaxtı olduğunu qəbul etdi 80-ci ildə. Vaşinqton amma 93 idi. Yəni, bu bunun nəticəsi ola bilməz. Misirdə İsraillə Kemp David sazişi. Misir və İsrail arasında Kemp David 78-də İsrail Sinay yarımadasını Misirə qaytardı. Düzdür. 6 günlük müharibə İsrail ordusu Qəzza bölgəsini işğal elədi. Düzdür. Cavab olur 117-ci sualda 1, 4 və 5. 118-ə baxırıq. Eyni ildə AİB yarandı 57-də, NATO 49, BMT 45, GİŞ 49. Cavab olur 4-dən 2. Eyni ildə yaranan Pakistan Federativ Respublikası. Pakistan Respublika olması 56-cı ildə idi. Almanya Federativ Respublikası 49-dadır. Çin Xalq Respublikası da 49-dadır. 2-3 düzdür. Koreya Respublikası amma bunlarla eynidir. Koreya müharibəsi, deməli Koreya Respublikası 48-də yaranır. Koreya müharibəsi 53-cü illərdə. Soyuq müharibə dövrünə aiddir. Soyuq müharibə 46-91-ci illər. Marshall planı 48 götürə bilərik. Polad Pakt 39 idi. Atıram. Yeni hüdudlar proqramı John Kennedy'də 60-cı illər götürürük. Monroe doktrinası. Monroe doktrinası isə 1823-də atıram. Praqa baharı 60-cı illərdə də 68-də. 5-də götürürəm. 120-də cavab olur 1-3-5.
121-1945-78-ci illər arasındakı dövrə aid olmayan ifadələri müəyyənləşdirək. Marshall planı 48-dədir. Ona görə aid olmayan deyir deyə bunu atıram. Aid olmayan seçməli. Reagan-ınki 80-ci illərdir. 2. Yeni hüdudlar proqramı John Kennedy aiddir. Atıram. Böyük dəyənək siyasəti. Böyük dəyənək siyasəti bir var Theodor'da, bir də var Reagan'da. Ona görə bunu da götürürəm. Biri 80-ci illərdədir, biri də 20-ci əsrin əvvəli. Enozis 74-dədir. Bu da aiddir. Cavab olur 2 ilə 4, 121-də. 122-də baxırıq. Kenan Evren hərbi təklif etdi 80-ci ildə. Bunu götürdük. Rəcəb Tayyip Erdoğan amma çevriliş etmir. Türkiyə NATO-ya qoşulmur, 52-də qoşulmuşdu. Erdoğan isə 2002-də gəlib və 2014-də prezident seçib. Turgut Özal xarici kapitalı təşviq edir, özəlləşdirmə keçirir. Cavab olur 1-3. 120-də baxırıq. 70-ci illər Watergate böhranı düzdür. ABŞ-da Falkland böhranı 82-dədir. ABŞ-da Ulduz müharibəsi 80-ci illərdə Reagan aiddir. Soyuq müharibə başlayıb 46, Yunanistan Kiprə ilhaq olundu 74-də. Cavab 1-5. Yunanistan Kiprə daha doğrusu ilhaqa cəhd edir. Xəritədə xüsusi işarələnmiş dövlətin 2-ci Dünya müharibəsindən sonraki tarixi ilə bağlı Çinin, yəni dövlətin imperator tərəfindən idarə edilməsi Çin əksinə respublika olur. Çexiyyə yaranır, bir də Çin respublikası yaradır. Mədəni inqilab adlanan tədbirlər həyata keçirilir, düzdür. 66-76-cı illərdə SSR-nin sərhəd münaqişəsi Damaskda 69-da ilk dəfə respublika elan edilməsi 1911-də də var idi. Vətəndaş müharibəsinin baş verməsi, vətəndaş müharibəsi də Çində 45-49-cu illərdə idi. Onda 124-cü sualda cavab olur 2, 3 və 5. Uyğunluq müəyyənləşdir. İngiltərin Avropa Birliyinə daxilması 73. Ulster probleminin həllini sürətləndirir bu. Ulster problemi amma 60-cı illərdə bu ola bilməz. 1 atdıq. İngiltərə müstəmləkənin istiqlaliyyət əldə etməsi İngiltərənin iqtisadi inkişafına mənfi təsir göstərir. Təbii ki də müstəmləkəsini itirirsə, deməli onların zəngin xam malını da itirir. Teçin iqtisadi sahədə tədbirlər həyata keçməsi, xüsusi sahibkarlıq inkişaf etdi. Özəlləşdirmədə düzdür. Evian sazişi imzalanır və Falkland problemi yox, Əlcəzair məsələsi həll olunur. Leyboistlərin İngiltərədə milliləşdirmə keçirməsi iqtisadiyyatda azad sahibkarlığın rolu artır, azalır. Cavab olur 125-də 2 ilə 3. Deməli, hadisə nəticə əlaqələrini müəyyənləşdir. 2-ci Dünya müharibəsinin başlatması, müstəmləkənin azad edilməsi və 3-cü Dünya ölkələrin meydana gəlməsi düzdür. Soyuq müharibədə dönüş nöqtəsinin başlaması, bloklara qoşulmayanlar isə deməli 1961-ci ildə idi. Deməli bunu atırıq. SSR Əfqanistana müdaxilə edir. Moskvada olimpiya oyunları boykot olundu. Əfqanistana müdaxilə 79-dur, boykot da 80-dir və bu hadisəyə görə Rusiyanı boykot edirlər. ABŞ və müttəfiqlərinin yeni Alman dövlətinin yaratması, deməli, nə vaxt? 1949-da AFR-ni yaratmışlar. Soyuq müharibəsi 46-da başlamışdır. Stalin vəfatından sonra SSR yumşalır. Xruşovun dövründə soyuq müharibə baş çatır, amma 91-də cavab olur 1-3. Xronoloji ardıcılıqdan hansını yenilərsək düz olar? Ərəb baharının başlaması. Deməli, Ərəb baharının başlaması 2010-cu ildə idi. Rusiyanın Gürcüstana hücum etməsi 2008-ci ildə idi. Trumpın ilk dəfə ABŞ prezidenti seçilməsi 2016-cı il. Britaniyanın Avropa Birliyindən ayrılması 2020. Burada biz Ərəb baharı ilə Rusiyanın Gürcüstana hücumunu dəyişək. Onda ardıcılıq düz olar 2008, 2010, 2016, 2020. 128-ə baxırıq. Hansı hadisənin yerini dəyişsək, doğru xronoloji ardıcılıq alınar. Bloklara qoşulmayanlar 61, SSR, ABŞ-ın strateji müdafiə təşəbbüsü 83, Soyuq müharibədə son tutuşma 79, Damask adasının Çinə verilməsi 91-ci ildə idi. Burada 2-nin 3-ün yerini dəyişməliyik. Xronoloji ardıcılığı müəyyənləşdiririk. İsrail dövlətinin yaradılması 48, Fələstin Azadlıq Təşkilatı 64, Camp David 78, elə 1, 2, 3 düzgün ardıcılıq sayılır. Təşkilatların yaranması xronoloji ardıcılıq BMT 45, Qiş 49, AİB 57, Varşava 55, cavab olur 1, 2, 4 və 3. Xronoloji ardıcılığı göstərən AİB 57, BMT 45, Varşava 55, Helsinkidə ATƏM yəni 75-ci ildə, ardıcılıqla 1-ci 45 BMT-nin yaranması, sonra deməli Varşava 55-ci ildə dedik, AİB 57-ci ildə idi, Helsinki 75-ci ildə idi. 2-3-1-4 düzgün cavabdır. Xronoloji ardıcılıq Ruandada soyqırımın törədilməsi 1994-cü il İngiltərə Avropa Birliyindən çıxdı. 2020 SSR Əfqanistanın qoşun yeritdi. 1979-cu ildə ardıcıllıqla 1-ci 3-ü götürürük, sonra Ruanda soyqırımını götürürük. Çünki 94 ildə İngiltərə AİB-dən çıxdı. 2020-də cavab olur 3-1-2. 45-də ATƏM-in yaranması nə vaxt? 75. A-nı buna götürdük. Almanya Federativ Respublikası 49-da AFR yaranmışdı. NATO-nun yaradılması 49-dadır. Bunu da götürürük. Azərbaycan SSR Akademiyası yaradıldı. Bu 45-ci ildə idi. BMT yaradılması da 45-ci ildə idi. Cavab olur 1D, 2BC, 3A.
Deməli, 134-də baxırıq. QAM-ın yaradılması 97-ci ildə idi. A-nı götürdüm. Avropa Təhlükəsizlik Əməkdaşlıq Müşavirəsi 75 B-ni götürdüm. Azərbaycan Avropa Şurasına üzv oldu 2001-ci ildə. C-ni atıram. Almaniya Federativ Respublikası 49 idi. D-ni götürürük. Və Ərəb baharının başlaması 2010-cu ildir. Bunu da atıram. Cavab olur 1D, 2B, 3də A. Uyğunluq müəyyənləşdir. Mədəni inqilab dində idi. B-ni götürdüm 1-ə. Enozis Yunanistandadır. C-ni götürdüm 2-ə. Falkland böhranı da İngiltərədədir. Y-ni də götürdüm buna. 135-də deməli cavab oldu B, C, Y. Uyğunluğa baxırıq 136-da. Deməli, 136-da hansı ölkələr göstərilir? Birincisi Fransa, 2 olur Finlandiya, 3 də Türkiyə. Deməli, Ekvador və Qərbi Afrika müstəmləkələrinə müstəqillik verdi Fransa. A-nı götürdüm. 50-ci illərdə iqtisadi möcüzələr dövrü adlanırdı. İqtisadi möcüzələr dövrü Almaniyada adlanırdı. B-ni atırıq. Deməli, B variantı getdi 136-da. 20-ci əsrin 80-ci illərində hərbi çevriliş baş verdi Türkiyədə. 3-ə C-ni götürürük. ATƏM-in yaradılması nəticəsində konfransın keçirilməsi Helsinki, yəni Finlandiyada və bunu 2-yə götürürük. Bloklara qoşulmayan hərəkatın yaradılmasının təşəbbüskarları Misirdə, Yuqoslaviyada, Hindistanda heç birinə aid deyil. 136 onda cavabı 1A, 2D, 3D C. Deməli, uyğunluğu müəyyənləşdirək. Hansı ərazilər göstərilir? Deməli, 1 Yaponiyadır. Daha sonra 1 Yaponiyadır, 2 Hindistandır, 3 də Türkiyədir. Deməli, 2-ci Dünya müharibəsindən sonra ərazisində İngilis ağalığına son qoyuldu Hindistanın. 2 A-nı götürürəm. Millətlər Cəmiyyətinə daxil oldu Türkiyə 32-də, amma bizə 2-ci Dünya müharibəsindən sonra lazımdır. Ona görə də B-ni atıram. Truman doktrinası ABŞ-dan hərbi iqtisadi yardım alır Yunanistandan Türkiyə. Ona görə C-ni götürürəm 3-ə. Daha sonra Koreya müharibəsində Şimali Koreya müttəfiqi idi. Şimali Koreya var, bir də Cənubi Koreya. Cənubi Koreya müttəfiqi ABŞ, Şimali Koreya müttəfiqi isə Rusiya idi. 1951-də ABŞ-da sülh müqaviləsini imzalayan Yaponiyadır. Deməli, Yaponiyadırsa burada da 137-də cavab olur 1Y, 2A, 3C. Daha sonra 138-ə baxırıq. 1 olur Pakistan. Daha sonra 2 olur Çin. 3 hardadır deməli? 3 olur İran. Daha sonra deməli 4 Monqolistandır, 5 də Hindistandır. Burada əslində uyğunlaşdırmaqlıq deyil. Xocalı soyqırımı tanıyan ilk dövlət olur Pakistan. A. Bloklara qoşulmayan hərəkatın təşəbbüsçüsü oldu. Yuqoslaviyadır, Hindistandır, Misirdir. 5-ə götürürəm bunu, B-ni. 4 modernləşmədə Çinə aiddir, yəni 2-yə. Belə əziz abituriyentlər, əgər daha çox video izləmək istəyirsinizsə kanalıma abunə olub, videoları bəyənib şərh yazmağı unutmayın.